Deputat Günay Ağamalıdan sonra jurnalist Səidə Bəkirqızı da uşaq pulu mövzusunda kəskin fikirlər səsləndirib. Halbuki bu fikir həmən jurnalistin savadsızlığının nəticəsidir. Jurnalist deyir ki, bəs uşaq pulu tələb eləmək Azərbaycan kişisinə yaraşmaz və s. və ilahi. Halbuki bir Azərbaycan kişisi, bir Azərbaycan vətəndaşı uşaq pulunu kimdən tələb eləyir? Səndən mi tələb eləyir? Qonşudan mı tələb eləyir? Yad bir şəxsdən mi tələb eləyir? Həmən o Azərbaycan kişisi verdiyi vergilərlə formalaşan, mövcud olan, yaşayan dövlətindən tələb eləyir. Yəni sənə nə? Ay jurnalist, ay Səidə xanım, yəni səndən mi tələb eləyir? Səndən əlbəttə ki, kimsə tələb eləsə nəsə, əlbəttə ki, bu bizlərə, ümumiyyətlə Azərbaycan kişisinə, Azərbaycan vətəndaşına yaraşmaz. Amma Azərbaycan vətəndaşı öz dövlətə verdiyi pulundan, zaten dövlət bilirsiniz nədir? Dövlət vətəndaşdır, dövlət xalqdır. Xalq olmasa, vətəndaş olmasa, dövlət mövcud olmaz. Dövlət bir canlı bir orqanizm deyil ki, kiməsə pul versin, kiməsə minnət qoysun. Dövlətin mövcudluğu həmən o kişilərdir, həmən o qadınlardır, həmən o uşaqlardır. Dövlət onlardır, dövlət bizik. Dövlət vətəndaşdır. Vətəndaşsız dövlət olar. Dövlətin pulu var bəyəm. Dövlətin pulu elə cəmaatın, xalqın puludur da. Dövlətin büdcəsinin formalaşması təxminən 50-60% Azərbaycan vətəndaşlarının verdiyi vergilərdir. Qalan 30-40% isə təbii sərvətlərdir. Allahın verdiyi təbii sərvətlərdir. Yəni dövlətin pulu var. Niyə Azərbaycan vətəndaşına yaraşmır ki, öz pulunu düzgün bölünməsini tələb eləsin? Yəni fikir verin, bu insan bilmir elə ki, dövlət nədir? Dövlət nə üçün vacibdir? Dövlət nə üçün mövcuddur? Dövlətin vəzifələri nədir? Dövlətin vəzifəsi həmən o dövlətdə yığılan büdcəni adil şəkildə, bərabər şəkildə öz vətəndaşlarına bölsün. Sosial yardımlarla, təhsillə, səhiyyəsi ilə, müdafiəsi ilə, təhlükəsizliyi ilə, infrastrukturu ilə, hər bir şeylə dövlət bunu edib və etməlidir. İndi isə əgər həmən vətəndaşlar, vergi verən vətəndaşlar, Azərbaycan xalqı deyirsə ki, ey dövlət, biz sənə bu pulu veririk, sən bu pulu xərcləyirsən, amma uşaq pulu da verməlisən. Başqa xərcləri azalt və yaxud da ki, doğru düzgün ölkəni idarə et, investisiyalar cəlb elə, dövlətin gəlirlərini artır, uşaq pulunu ver. Burada utanılacaq nə var ki, vətəndaş öz verdiyi puldan müəyyən bir hissəsini uşaq pulu üçün tələb eləyir. Bəli, səndən tələb olunsaydı, əgər hansı bir Azərbaycan kişisi səndən gəlib uşaq pulu istəsəydi, bu ayıb olardı. Amma dövlət zaten vətəndaşın özüdür. Dövlət zaten həmən uşaqlardır. Həmən uşaqlar olmasa dövlət olar. Mən ümumiyyətlə bir söz deyim sizə. Əvvəllər hakimiyyət nümayəndələri bu cür mövzular baş verəndə, belə deyək də, rusların bir sözü var, kozol отпущение. Yəni ki, qurbanlıq quzu. Qurbanlıq quzu olaraq Yeni Azərbaycan Partiyasının ən hörmətsiz, dişsiz deputatlarını çıxarırdılar ortalığa. Siyavuş Novruzov, Elman Nəsirov, nə bilim, Hadı Rəcəbli, Hikmət Babaoğlu və s. Yəni bu formada bəzi deputatları çıxarırdı. Həmin deputatlar Səidə xanım dediklərini deyirdi və cəmaət, cəmiyyət də həmin deputatları söyürdü, lağ obyektinə qoyurdu, tənqid edirdi və s. Hakimiyyət fikirləşir ki, biz niyə öz deputatlarımızı söydürək? Niyə öz deputatlarımızı nüfuzdan salaq? Elə var da ortalıqda 3-5 dənə deputat, 3-5 dənə bitərəf və yaxud da ki, müxalifət adında olan deputat, 3-5 dənə pul verdiyimiz jurnalist, elə qoy həmən fikirləri onlar səsləndirsin, onlar da söyülsün. Yəni baxın, ortalıqda qalan həmən bu jurnalistlərdir. Səidə Bəkirqızı olsun, Günay Ağamalı olsun və digər bu uşaq pulu ilə bağlı absurd fikirlər səsləndirən. Yəni siz 3-5 manata görə hakimiyyətin belə deyə trolluğunu edirsiniz, hakimiyyət nümayəndələrinin sifarişlərini yönətirirsiniz və pis vəziyyətdə də qalan sizsiniz, söylən də sizsiniz. Yəni sizcə dəyərmi?